Salam əziz abituriyentlər. Sual nömrə 22-nin izahını təqdim edirik. Xəritə sxemi əsasında inzibati rayonlara aid olan xüsusiyyətləri müəyyən edin. Öncəliklə verilmiş inzibati rayonları müəyyənləşdirək. Daha sonra onlara aid olan xüsusiyyətləri təhlil edək. 1. Şabran rayonudur. 2. Samux rayonudur. 4. Zakatala rayonudur. 5. Ucar rayonu. 3. Ordubat rayonu. 6. Masallı rayonu. İndi isə verilmiş xüsusiyyətləri təhlil edək. Birinci sıra 1 və 6. Yəni Şabran və Masallı rayonları şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu doğru fikirdir. Biz buradan şimal-cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini görürük. Gördüyümüz kimi hər iki rayonun ərazisindən keçir. 2 və 5 Samux və Ucar rayonları ərazisində su elektrik stansiyaları mövcuddur. Samux rayonunun ərazisində Yenikənd su elektrik stansiyası var. Ancaq Ucar rayon ərazisində hər hansısa bir SES, yəni su elektrik stansiyası fəaliyyət göstərmir. Buradan da son barlarının siyahısını görürük. 2 yanlışdır. Üçüncü sıra 2 və 3 Samux və Ordubat rayonları. Təbiəti qorumaq üçün xüsusi mühafizə olunan ərazilər təşkil edilmişdir. Samux rayonunun ərazisində burada Gürcüstanla sərhəddə Eldar Şamını mühafizə etmək üçün Eldar Şamı qoruğu, Ordubat rayonunun ərazisində isə həm yasaqlıq, həm də Zəngəzur Milli Parkı təşkil edilmişdir. Üçüncü sıra doğrudur. 4. 3 və 4. 3 Ordubat rayonu, 4 isə Zakatala rayonu. Xarici ölkə ilə sərhəddi yüksək dağlıq ərazilərdən və tranzit çaydan keçir. Deməli, burada Ordubat rayonunun şimalda Ermənistan, o cümlədən şərq istiqamətində, cənubda isə İranla həmsərhəddir. Ermənistanla sərhəddi Zəngəzur silsiləsindən keçir. İranla sərhəddi isə Araz çayından keçir. Bildiyimiz kimi Araz çayı tranzit çayıdır. Zakatala rayonunun şimalda Rusiya, cənubda Gürcüstanla sərhəddir. Burada Rusiya ilə Başqafqaz silsiləsindən keçir sərhəddimiz. Gürcüstanla isə buradan Alazan çayından, Alazan çayı da tranzit çaydır, keçir. Doğru fikirdir. 5. 1, 4. Yəni Zakatala və buradan Şabran rayonları aid olduğu iqtisadi rayonlar fəraj tələbəçiliyi üzrə ixtisaslaşıb. Bildiyimiz kimi Azərbaycan Respublikası ərazisində Quba, Xaçmaz və Lənkəran Astara iqtisadi coğrafi rayonları tələbəçiliyi üzrə ixtisaslaşıb. Quba, Xaçmaz gec yetişən, Lənkəran Astara isə tez yetişən, yəni fəraj tələbəçilik, fəraj tez yetişən deməkdir. Burada qısaca tez yazıram. Tez yetişən tələbəçiliyi üzrə ixtisaslaşıb. Burada Zakatala rayonu tələbəçiliyi üzrə ixtisaslaşmayıb. Yanlışdır. 5, 6. Yəni Masallı və Ucar. Əhalinin milli tərkibi mürəkkəbdir. Bildiyimiz kimi Azərbaycan ərazisində Naxçıvan, Qazax Tovuz, Mərkəzi Aran rayonları, iqtisadi coğrafi rayonlar ərazisində əhalinin milli tərkibi əsasən yetkinsizdir. Ancaq Lənkəran Astara, burada Masallı rayonu, Lənkəran Astara iqtisadi coğrafi rayonlar ərazisində düşür. Bu ərazidə əhalinin milli tərkibi
qarışıqdır. Digər millətlərin nümayəndələri əsasən talışlar burada məskunlaşıb yaşayırlar. Ona görə bu sıra yanlışdır. 1, 3 və 4-cü sıralar doğru sıralardır. Doğru variant A variantı.